Buzovnada iş var yoldaşlar, buzovna işi var. Bu iş buzovnada yaşayanları daha çox sərf eləyə bilər. Çünki əməkçisi çox da güclü deyil deyən. Deməli yoldaşlar, qablaşdırıcı operator işidir, xanımlar üçündür. Birinci növbədə verir, yəni 3 növbəsi var. Hər 3 növbə üzrə, yəni vakansiyası var. Vakant yeri var, belə deyək. Birinci növbə səhər saat 8-in, hər 3 növbədə işləyəcəksiniz deyə deyilmir ha sizə yoldaşlar. Sadəcə yəni 3 növbədən birini seçə bilərsiniz. Birinci növbə məsəl üçün 8-in yarısından günorta 3-ə qədər 400 manat. İkinci növbə günorta 3-dən axşam 11-ə kimi 465 manat. Üçüncü növbə gecə 11-dən səhər 8-in yarısına kimi 515 manatdır. Belə bir işdir. 21-50 yaşlı bir şəxs olun, təcrübə vacib deyil. Praktiki sağlam olun, orta təhsilli bir xanım olun. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmaca səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yoza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsə kanala daxil olun. Məsələn, YouTube, TikTokda görürsünüzsə, məsələn, Toğrul Əcəb adlı kanala daxil olun. Bu videonu baxdığınız yerdəki Toğrul Əcəb adlı kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Yox, əgər YouTube-da baxırsınızsa, videonun üzərində, adında, videonun adında. Orada da əlaqə vasitəsi qeyd olunubdur.